Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Xətai metrosunun yaxınlığından piyada 200 dəqiqəlik məsafədən salamlayıram sizi. 16 mərtəbəli rezidens binanın 5-ci mərtəbəsində 181 kvadrat ölçülü, premium təmirli, lüks təmirli və tam əşyalı bir mənzil təqdim edəcəm sizə. Mənzilimiz skvaznoy proyektə sahibdir. 3 otaq bir tərəfə, 2 otaq isə bir tərəfə baxır. Olduqca ideal proyekti var və təmir zamanı keyfiyyətli inşaat materiallarından istifadə edilib. Giriş qapımız, giriş qapısından girdikdə sağda tam boy neoklasik bir qardirob mebelimiz var. Bura işıqlandırmalarımız, damafon sistemi, hər şey öz növbəsində yerinə yetirilib və quraşdırılıb və qardirob mebelindən sonra belə bir dresuar, aypara teksturalı bir güzgü, gizli işıqla əla tərtibatı var. Geniş bir xol hissə qarşılayır bizi. Xolu da təqdim edeyim sizə və bütün otaqlar, sanuzellər məhz xol hissəyə açılır. Əla teksturalı qranitlərdən istifadə edilib. Xol boyu qranitisi döşəmədir. Mətbəxdə də davam edir bu hissi döşəmə. Geniş balkon var. Oranı da təqdim edəcəm. Burada mənzilin qonaq otağı yerləşir. Burada uşaq yataq otağı yerləşir. Daha sonra mətbəx, kiçik ölçülü sanuzel, böyük sanuzeli. Burada əsas yataq otağı, master bedroom, daxilində ayrıcı olaraq sanuzellər. Burada isə ikinci böyük yataq otağı yerləşir. Ümumilikdə 3 yataq otağı, bir geniş qonaq otağı, bir mətbəx və 3 sanuzeldən ibarətdir. Qonaq otağına daxil oldum. Xol hissədən fərqli olaraq otaqlarda əla növ parketdən istifadə edilib və İngilis yolkası teksturasında vurulub. Bu parketlər gördüyünüz kimi geniş bir qonaq otağı var. Təxminən 40 kvadrat ölçüyə yaxın bir qonaq otağı və tam əşya planlaması da ideal şəkildə həyata keçirilib. Böyük ölçülü bir TV stendi görməkdəsiz. Daha sonra sağ hissədə isə TV stendlə üzbəüz əla bir böyük ölçülü, iri həcmli bir yumşaq mebel dəsti var. Divarlarda venesiyanka növləri olan məxməri teksturalardan, lepqa işləmələrdən və mərmər venesiyankadan istifadə edilib. Əl işidir bunlar hamısı. Belə bir qranit masamız var. 12 nəfərli bir masadır, açıla bilir bir masadır. Üst hissəsi qranitdir, altı oturacaqla təchiz edilib. Yemək masasını istəyinizə uyğun pəncərə önündən də yerləşdirə bilərsiniz. Yəni istənilən növ tərtibata uyğundur bu qonaq otağı. Əla daraq teksturaları görürsünüz divarda və belə bir böyük həcmli qonaq otağı mebel dəsti də quraşdırılıb. Gizli işıqla, qara şüşə konseptlə əla bəzədilib. Davam edirəm mətbəxlə. Burada da belə bir dresuarımız var. Mətbəxdə kifayət qədər geniş və olduqca gözəl tərtibatda olan bir mətbəxdir. Ümumi üslub neoklasik tərz, soft neoklassikadır, yormur insana və əla da işlər çıxarılıb ortaya. Böyük ölçülü bir mətbəx mebeli yığılıb, ümumi üsluba uyğun membran qapaqlardan üzəri və sinəliyi süni mərmərlə işlənib. Mətbəx mebelində də yenə şüşə qapağı görürsünüz. İkili moykadan istifadə edilib, qavyan yerləşimi burada həyata keçirilib. 13 nəfərli bir Beko markalı qavyan və 8 kiloqram yarımlıq LG markalı bir paltaryon yerləşdirilib. Boş markalı keramika bir qaz, gizli aspiratordan istifadə edilib. Daha sonra penal hissədə boş markalı bir mikrovalnovka və boş markalı bir elektrik sobası və LG markalı böyük ölçülü bir soyuducudan istifadə edilib. Mətbəxə uyğun 4 nəfərli bir yemək masası yerləşdirilib və yemək masası yerləşən divar da olduqca gözəl mebel üzləmə apşifka ilə əla bəzədilib. Boyadır bu, MDF boyadan istifadə edilib və əla da lepqa dekorasiyası var. Mənzildə 2 böyük ölçülü balkon var. O balkonlara ən böyük ölçülü balkona məhz mətbəxdən və uşaq yataq otağından daxil ola bilirsiniz. Bir digər böyük ölçülü balkon isə mənzilin digər yataq otağındadır. Oranı da təqdim edəcəm və bu balkon tam olaraq istirahət güşəsi kimi tərtib edilib. Gördüyünüz kimi 2 hissəyə bölünüb. Bu hissədə yemək masası, balkon masası daha doğrusu və ikili oturacaqdan rahatlıqla istifadə edə bilərsiniz. Və digər hissədə isə texniki balkonda həm də bura kollektor sistemi, kombi sistemi və qaz sayğacı quraşdırılıb. Metroya, Xətai metrosuna piyada 2-3 dəqiqəlik maksimal məsafədə yerləşməkdədir. Dəmirçi plazanı görürsünüz buradan. Davam edək. Əsas yataq otağını təqdim edəcəm sizə.
Hər otaqda fərqli rəng, fərqli aura qarşılayır bizi. Bu otağın əsas üstünlüyü daxilində ayrıca olaraq sanuzəlinin olmasıdır və əla bir moddadır yerləşdirilib. Gördüyünüz kimi geniş ölçülü duş kabin, divar içi unitaz və suşulkaya qədər istifadə edilib, yerləşdirilib. Qızılı teksturlardan istifadə edilib bu sanuzeldə və belə bir böyük ölçülü yataq otağı. Memar işini həqiqətən görməkdəsiz. Belə bir gömmə bir qardirob mebeli. Hər xırda nüans düşünülüb mənzildə. Yenə burada da mərmər işləmə var. Alçıpan qabarma yığılıb və üzərinə Venesianka növü olan mərmər teksturadan çəkilib və bu otağın mebelləri də möhtəşəmdir. Belə bir make-up böyük ölçülü, gizli işıqlı güzgüsü və belə bir TV altlığından istifadə edilib. Buralar da çox gözəl seçilib. Divar rəngi də zeytun yaşılı rəngində bir rəng seçilib. İşıqlanma da ideal vəziyyətdədir. Bütün otaqlarda kondisioner quraşımı var. Davam edirəm digər yataq otağı ilə. Bu yataq otağında isə boz və vişnə rənginə, bordo rəngə üstünlük verilib, istifadə edilib. Olduqca böyük ölçülü bir yataq otağıdır. Girdikdə sağda belə bir gömmə qardirob mebeli var. 5 qapı ilə geniş ölçülü bir qardirob mebelidir və böyük ölçülü bir yataq dəstəyi yerləşdirilib. Tumbalara qədər, pufika qədər nəzərə alınıb, qoyulub. Belə bir TV altlığı və make-upına qədər yerləşdirilmiş vəziyyətdədir. Elektrik sistemi bütün mənzildə ceviz markalı elektrik sistemindən istifadə edilib. Mənzilə əyani baxış keçirdiyiniz zaman hamısını bir-bir vurğulayacaq sizə və ümumi sanuzellərini təqdim edeyim. Ən böyük ölçülü sanuzel məhz buradır. Mat teksturalı rənglərdən istifadə edilib. Tam aksesuar yerləşimi həyata keçirilib. Səssiz duş kabin, belə bir suşulka yerləşimi və belə bir böyük ölçülü moydadırdan istifadə edilib. Kiçik ölçülü sanuzel isə qonaq sanuzeli də adlandıra bilərik buranı. Burada da yenə əla bir moydadır və unitaz yerləşimi həyata keçirilib. Tam əşyalı, heç bir şeyə ehtiyac olmayan bir mənzildir bura. Davam edirəm. Son olaraq mənzilin uşaq yataq otağını təqdim edeyim sizə. Uşaq yataq otağında da hər şey ideallıqla nəzərə alınıb, həyata keçirilib. Ümumi konsept davam edir. Üslub olaraq bura işıqlandırmalar görürsünüz. Yenə TV yerləşimi burada da nəzərə alınıb. Belə bir yazı masası yerləşdirilib və burada bir 60-lıq bir yatağa yer saxlanılıb. İstəyə uyğun əslində 1.20-lik quraşdırılıb. İstəyə uyğun daha böyük yataqda yerləşdirə bilərsiniz rahatlıqla bura və böyük ölçülü də tam boy bir qardirob mebeli davam edir. Otağın həm bir başından başlayır və yazı masasına can davam edir. Üst hissələrdə saxlanılan yerlərdə gördüyünüz kimi. Belə mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. Bu möhtəşəm mənzilin kifayət qədər də real bazar dəyərinə uyğun qiyməti var. Təcili satılır. Mənzili qaçırmamanızı tövsiyə edirik. Olduqca keyfiyyətli və premium bir mənzildir. 181 kvadrat ölçü, skvaznoy 4 otaq, metroya piyada məsafədə və 5-ci mərtəbədə. Mərtəbəsi də ideal, qarşısı açıq bir mənzildir, gün düşən mənzildir. Mənzilimizə start olaraq təyin edilən tam əşyalı və texnikalı qiymət 650.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Bir daha qeyd edirəm, mənzili qaçırmamanızı tövsiyə edirik. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.